Amerika Birləşmiş Ştatlarından Ermənistana gözlənilməz zərbə. Milyonlarla dollar yoxa çıxdı. Amerika Birləşmiş Ştatları dövlət katibi Marco Rubio xarici ölkələrə ayrılan 215 milyon dollar qrantı ləğv edib. Report xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının hökumətin effektivliyi departamenti məlumat yayıb. Katib Rubio dövlət departamentinin xarici yardımını yaxından nəzərdən keçirməyə davam edir. Bugün ümumi dəyəri 215 milyon dollar olan 139 faydasız qrantı ləğv edib deyə məlumatda bildirilib. Qeyd olunub ki, söhbət Ermənistan, Belarus, Bolqarıstan, Braziliya, Böyük Britaniya, Livan, Mavritaniya, Moldova, Tunis və Özbəkistandakı layihələrdən gedir. Ermənistanda demokratik mədəniyyətin təşviqi proqramının maliyyələşdirilməsi üçün 2 milyon dollar ayrılması nəzərdə tutulmuşdu. Bazar ertəsi Washington Post qəzeti əldə elədiyi sənədə istinadən yazıb ki, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın administrasiyası dövlət departamentinin büdcəsini təxminən yarıya qədər azaltmağı planlaşdırır. Vurğulanıb ki, Ağ Ev Dövlət Departamenti və Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin fəaliyyətinə 28,4 milyard dollar ayırmağı təklif edir. Bu, Konqresin 2025-ci il üçün təsdiq elədiyi maliyyədən 27 milyard dollar və ya 48% azdır.